Ölkədə kərə yağı istehsalı azalıb. Statistik məlumatlara əsasən bu ilin ilk 10 ayı üzrə kərə yağının istehsalında 2575 ton və ya 10,43% azalma müşahidə edilib. Belə ki, cari ilin yanvar-oktyabr ayları üzrə 22115 ton kərə yağı istehsal olunub. Ötən ilin eyni dövründə isə bu rəqəm 24691 ton təşkil edib. Yerli istehsal almıram. Bu qədər öyrəşmişik ki, xaricdən gələn mallar, ona görə yerli istehsala qatqılar olur, çox olur, tərkibində ona görə ala bilmirik. Qiymətləri çox qalxıb, yağların qiyməti dəhşət dərəcədə qalxıb, gün-gündən də qalxmaqdadır. Xarici Rusiyanınki, Belorusiyanı alıram. Keyfiyyətindən razısınız? Razıyam. Belorusiya, bizimkilərdən yox. Bəs qiymət necə? Qiymət bahadır da. İndirimdə olanda alıram. Ən çox çalışıram ki, o rayonlarda düzəldirlər, nehrə yağı kimi gətirirlər kəsini. Onlardan alım. Biraz çox bahalaşdı birdən-birə. Məsələn, əvvəllər 2 paçka alardım, sən hələlik bir alıram, yüngül-yüngül. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, ölkədə kərə yağının istehsalının azalması idxala artan tələbi stimullaşdırıb. Onun sözlərinə görə Azərbaycan yerli istehsal kərə yağı ilə özünü təxminən 35%-ədək təmin edir. Ancaq son bir neçə ayda geniş yayılan heyvan xəstəlikləri bu rəqəmə də təsirsiz ötüşməyib. Antibiyotik vurulmuş heyvanların südündən istifadə etmək, yağ istehsalı üçün etmək demək olar ki, mümkün deyil. Antibiyotik vurulmuş heyvanın südünü əgər 10 litrini 1 ton suda qarışdırarsansa, onu da çürüdər. Yəni, yağ əmələ gəlmir antibiyotik tərkibində olan südlərdən. Və üstəlik, bu illəri böyük fermer təsərrüfatlarında da heyvan xəstəlikləri oldu. Məsəl üçün, böyük fermer təsərrüfatı bir gündə 20.000 litr süd verən təsərrüfat gəldi, düşdü 6.000 litrə. Bu qədər ciddi süd defisiti əmələ gəldi. Ona görə Azərbaycan bazarı getdikcə xarici bazardan asılılığa doğru hərəkət elədi. İqtisadçı Eyyub Kərimli də bildirib ki, bu sahədə idxala yönəlmiş strategiyalar güclənib. Eyni zamanda qiymət artımı istehlakçılar üçün bir təzyiq mənbəyinə çevrilib. Ölkədə heyvandarlıq sahəsində rentabelliyin azalması və iri buynuzlu malqaranın sayında azalma bu yağ istehsalına da mənfi təsir göstərmişdir və hazırda ötən illə müqayisədə bu il 2000 ton daha az, yəni ötən illə müqayisədə 10% daha az kərə yağı istehsal olunmuşdur ki, bu da daxili bazarı və daxili tələbatın ödənilməsi idxalın asıllıq yaradır ki, bu da gələcəkdə kərə yağın qiymətində müəyyən artımlara təsir edə bilər. Ekspertin sözlərinə görə, kərə yağı bazarında azalan yerli istehsal və artan idxal həcmi birja ekonomik risklərdən xəbər verir. Qiymət artımının davam etməsinin qarşısını almaq üçün istehsalçılar və idxalçılar koordinasiyalı şəkildə hərəkət etməlidir. Əks halda bu tendensiya insanların gündəlik ərzaq xərclərinə daha mənfi təsir göstərə bilər. Ayşən Sərdar qızı, Bəxtiyar Babayev, Xəbər Ertəsi.